Azərbaycan çempionatının 1-ci liqasında ötən həftə sonu sevincə qarışmışdı. Qəbələ erkən çempionluğunu İmişli 18, Yevlaxsa 15 illik aradan sonra ölkənin futbol elitasına qayıdışını qeyd edirdi. Ötən sentyabrda mövsümün əvvəlində 1-ci liqa ilə bağlı proqnozlar da özündə belə sonluğu ehtiva edirdi. Premyer Liqadan aşağı düşən Qəbələ 1-ci liqadakı rəqiblərindən hər baxımdan üstün olduğundan qırmızı qaralar çempionluğa əsas namizəd sayılırdı. Buna Qəbələ ailəsində demək olar ki, kimsə şübhə eləmirdi. Sıravi azarkeşdən klubun rəhbər şəxslərinə qədər. Klub rəhbərliyi baş məşqçi Kaxaber Skadadze ilə 2024-cü ilin mayında 3 illik müqavilə bağlayaraq həm gürcü mütəxəssisə güvəndiyini, həm də bir mövsümə Premyer Liqaya qayıdacağına inamı göstərdi. Hamını ürəkdən təbrik edirəm. Vaxtından əvvəl çempionluğu Premyer Liqaya vəsiqəni təmin etdik. Buna görə çox şadam. Xüsusən oyunçularımı təbrik edirəm. Çünki bu uğurda əsas pay sahibi onlardır. Mənə etimad göstərən klubun rəhbərliyinə, idman direktoruna təşəkkür edirəm. Məşqçi həmkarlarıma Georgi Çixradze, Miloš Yevtiç, qapçı məşqçisi Amil Ağacanov, məşqçi analitik Manaf Kələntərliyə, hər zaman yanımızda olan, hər məsələni anında həll edən Məhəmməd Əzizliyə çox sağ olun deyirəm. Bu uğur hamımızın birgə zəhməti sayəsində qazanıldı. İnzibatçıdan azarkeşə kimi. Bu çempionluq azarkeşlər üçündür. Çempion mövsümə sürpriz nəticə ilə başladı. Qəbələ ilk turda öz meydanında Zaqatala komandasının əzmini qıra bilmədi. 0-0. Amma növbəti oyunlarda Skadadzenin komandası öz sambalını, ağırlığını ortaya qoydu. Qaradağlı Ökbatana 5, Mingəçevir və Baku Sportinqa 2, İfaiyə 1 cavabsız qol. 6-cı turda çempionluq yarışında əsas rəqiblərindən hesab olunan İmişli Qəbələnin qələbə seriyasını dayandırdı. 0-0. Qəbələnin qol buraxmamaq seriyası isə hələ davam edirdi. 2024-cü ildə komanda 1-ci liqa maçlarında qapısından bir qol belə buraxmadı. Nəhayət 2025-ci il fevralın 13-də İmişli səfərində bu seriya qırıldı. Qəbələ əsas rəqibinə 2-1 qalib gəlsə də mövsümdə qapısından ilk qolu buraxdı. Ümumiyyətlə İmişli FK bu mövsümdə Qəbələyə hamıdan çox çətinlik yaradan rəqib oldu. İmişli ilk dövrədə Qəbələ səfərində heç-heçə imza atdı. İkinci dövrədə Qəbələnin qapısının toxunulmazlığı seriyasını qırdı. Üçüncü dövrədə 10 gün əvvəlsə öz azarkeşləri qarşısında 1-0-lıq qalibiyyətlə Qəbələni mövsümdə ilk və hələ ki yeganə məğlub edən komanda oldu. Hələ ki vur tut bir oyunda uduzmuşuq. Səmimi deyim ki, İmişliyə məğlubiyyət çox ədalətsiz oldu. Çünki oyunda diktə edən tərəf biz idik. Əlbəttə, istənilən halda uduzmuşuqsa, bu birmənalı olaraq məşqçi kimi mənim səhvimdir. Biz oyunumuzla mövsümü məğlubiyyətsiz bitirməyə layiq idik, amma daha nə etmək olar? Bir məğlubiyyətimiz var. Qəbələ fanatlarının faydasız legionerlərdənsə qoy akademiyamızın uşaqları oynasın arzusu da həyata keçdi. Komandanın çempionat üçün iştirak ərizəsində Qəbələ Akademiyasının yetirməsi olan 15 futbolçuya yer verildi. Onlardan etimadı doğruldanlar da oldu, akademiyada illəri boşa verdiyini göstərənlər də. Komandanın ağsaqqalı 38 yaşlı kapitan Asif Məmmədov üçün bu böyük ehtimalla karyerasında sonuncu mövsümdür. Meydanda nadir hallarda görünsə də komanda daxilində təsiri, nüfuzu, hörməti danılmazdı. Ondan 20-21 yaş kiçik olan Ziya Şəkərxanov, Həbib Huşanov, Elnur Mustafayev kimi gənclər üçün Asif Məmmədov istər davranış, istər intizam baxımından əyani nümunədir. Necə deyərlər, bax, gör, götür. Baxmayaraq Premyer Liqada, amma yenə də bizim sevincimizin həddi-hüdudu yoxdur. Çünki əvvəlki birinci gündən də qarşımıza çempionluq olmuşdu. Biz arzumuza çatdıq. Çempion arxada qalan 23 turda 46 qol vurub ki, bu da orta hesabla hər oyuna 2 qol deməkdir. Buraxılan qol sayı isə 5-dir. Konqolu legioner Domin Massuma bu mövsümdə Qəbələnin əsas qol silahıdır. 21 yaşlı forvard 12 qolla bombardiya siyasında 3-cüdür və özündən əvvəlkilərdən yalnız bir top geri qalır. Bu gənc legioneri yeni mövsümdə Premyer Liqa klubları ilə mübarizədə izləmək maraqlı olacaq. Komandanın digər legionerləri haqqında isə müsbət fikir söyləmək olmur. Senegallı Lauren Mendy yayda baxışda olduğu müddətdə özünü məşqlərdə fəda edirdi. Elə ki müqavilə bağladı, bir gün ayağını, bir gün başını tutmağa başladı. Axırda klub rəhbərliyi onun bu xaraktersizliyindən zinhara gəlib Mendy'ni yola saldı. Premyer Liqa klublarında təcrübəsi olan Abdullah Şuaybudan daha keyfiyyətli oyun gözlənilsə də, fikrimcə o da komanda üçün effektiv olmadı. Ukrayna klubasından icarəyə götürülən Nigeriyalı Oche Ochevechi də ortaya bizim futbolçulardan kəskin fərq qoymadı.
Milli oyunçularımıza gəlincə, Qəbələnin ən hündürboy futbolçularından Elşad Tağıyev 23 turda 8 gol vurub. Pis nəticə deyil, amma əla da sayıla bilməz. Tağıyev məşqçilərin ona verdiyi limitsiz şansdan daha faydalı istifadə etməlidir. Hərçənd son turda Moykin qapısına 93-7-ci dəqiqədə penaltidən vurduğu və Qəbələyə çempionluq qazandıran gol Elşad Tağıyev ad soyadını klubun tarixində həmişəlik yaşadacaq. Şahin Şahniyarov isə 1-ci liqada oynadığı halda əsas milli komandaya dəvət alan ilk Azərbaycanlı futbolçu kimi xatırlanacaq. 34 yaşlı Səlahiyyət Ağayev isə indiyədək Azərbaycan millisində forma giymiş bütün qapçılar arasında bizim 1-ci liqada oynamağa qərar verən ilk qalkiper kimi tarixə düşdü. Təcrübəsi və ustalığı ilə çempionluğa töhfəsini verdi. Komandanın cəmi 5 gol buraxmasında Səlahiyyətlə yanaşı müdafiənin təcrübəli sütunları Murad Musayev və Elvin Yunussadənin də rolu az olmadı. Karyerasının ən yaxşı illərini Neftçi və Qarabağda keçirən Yunussadə 1-ci liqaya heç də odu söndürüb közü ilə oynamağa gəlmədiyini oynadığı bütün maçlarda gücünü qoymaqla göstərdi. Əvvəldən də məqsədimiz çempionluq idi. Doğrudan da bu məqsədimizə çatdığımız üçün çox sevincliyik. Bütün hər bir Qəbələ sevər, hər bir azarkeşimizə çox sağ ol deyirik. Həqiqətən də bizi il boyu tək buraxmadılar və biz də bunun qarşılığında onlara çempionluğu hədiyyə etdiksə çox özümüz üçün də xoşdur, çox sevincliyik. Bu Qəbələnin 20 illik tarixinə 1-ci liqada qazanılan ikinci çempionluq kimi düşdü. Hərçənd 2005-2006-cı illər mövsümündə qazanılan çempionluğu Göygölü təmsil edən Dilan komandası əldə etmişdi və sonradan həmin komanda adını və təmsil etdiyi coğrafiyanı dəyişərək Qəbələ olduğundan həmin birincilik də qırmızı qaraların hesabına yazılıb. Qəbələ öz infrastrukturu, akademiyası əsasla düzgün idarəçilik sistemi ilə tam Premyer Liqa klubudur və belə klubun ölkənin futbol elitasına qayıtması qanuna uyğunluqdur. Большие перспективы. Я надеюсь, что Fikrimcə bu komandanın potensialı var. Ümidvaram ki, Qəbələ yeni mövsümdə Premyer Liqada layiqli çıxış edəcək. Yaxın illərdə bir vaxtlar Avroliqada qrup mərhələsində oynadığı səviyyəyə qalxacaq. Mən buna inanıram. Qəbələnin illərdir komandaya könül verən sadiq azarkeşləri var. Öz bəstələdikləri mahnıda dedikləri kimi, yayda da, qışda da qırmızı qara olan azarkeşlər. Bu çempionluq ilk növbədə onlara hədiyyədir. Qəbələ layiq olduğu yerə qayıtdı. İndi qalır çox da uzaqda olmayan şanlı keçmişi, çempionluğu oynayan, kuboku qazanan, Avroliqada qruplara qalan Qəbələni azarkeşlərə qaytarmaq. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info saytı üçün.